Avqustda süzülmüş bal necə olur? Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 10 avqust 2026-cı il. Bal süzümümüz davam edir. Ee, 2026-cı ilin çərçivələridir, yəni şam vərəqləri olub. Yəni, yuxarı hissəsində may balı rənginə fikir versəniz bilərsiniz. Aşağı hissədə isə iyul-avqust ayında gətirilən nektardır. İndi də balın rənginə baxın. Bismillah. Bəzən müştərilər daha çox açıq rəngdə, şəffaf bala üstünlük verir. Amma bu balın dostlar tərkibi iyun ayında süzdüyümüz balın tərkibindən daha zəngin və daha möhtəşəmdir. İnsan üçün də faydası daha çoxdur. Çünki bunun tərkibində may ayından tutmuş bütün bitkilərdən nektar var və iyul ayında, avqust ayında çiçəklənən bitkilərdən də nektar vardır. Ona görə bunun tərkibi çox zəngin, çox möhtəşəmdir.